Prezident İlham Əliyev İsrail dövlətinin prezidenti İsxaq Hersoqa təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Hörmətli cənab prezident, İsrail dövlətinin milli bayramı Müstəqillik günü münasibəti ilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur. Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bugün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Cari ilin yanvarında Davosda sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafeylərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə ən yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir. Belə bir bayram günündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin amanlıq və rifah diləyirəm.